Uşaqlar salam. Biz bugün 35-ci testlə davam edirik. Aralarındakı məsafə 860 kilometr olan iki sərdən eyni vaxtda qarşı-qarşıya iki avtomobil yola düşdü və 4 saatdan sonra görüşdülər. Onlardan birinin sürəti digərindən 121 kilometr saatlarsa sürəti az olan avtomobilin sürəti nə qədərdir? Uşaqlar yadınızda qalsın. Əgər qarşı-qarşıyadan söhbət gedirsə, qarşı-qarşıyadan söhbət gedirsə, sürətlər toplanır. Bunu bildik. Aralarındakı məsafə 860 kilometr olan kişilərdən eyni vaxtda. Aha. Deməli, ara məsafə 860 kilometrdir. Biri bu istiqamətdə gəlir, digəri bu istiqamətdə gəlir. Və deyir ki, 4 saatdan sonra görüşdülər. Yəni, 4 saata 860 kilometr gediblərsə, 2 saata 860 bölünsün 4. Yəni, 215 kilometr böl saat. Bunlar ikisinin birlikdə sürətlər cəmi. Onlardan birinin sürəti digərindən 121 kilometr saat çapalar. Yəni, bu x-dir. Digəri isə x üstə gəl 121 və sürətlər cəmi olmalıdır 215. Deməli, kəndini həll edək. x üstə gəl 121 bərabər 215-ə. 215-dən çıxaraq 121-i x bərabərdir 94-ə. X bərabərdir 94 bölü 2 47. Deməli, sürəti az olan avtomobilin sürəti 47 km böl saatdır. Çox olan isə 47 üstə gəl 121, yəni 168 km böl saatdır. Deməli, cavab sürəti az olan avtomobilin sürəti nə qədərdir? 47. Cavablarda burada 47 yoxdur, amma artıq biz bildik 47. Daha sonra aralarındakı məsafə 700 km olan kişilərdən qarşı-qarşıya iki avtomobil yola düşdü. Sürəti 60 olan avtomobil 9:10-da, sürəti 70 olan avtomobil 12:10-da yola düşdü. Onlar neçə saatdan sonra görüşərlər. Aralarındakı məsafə 700. Və bu məsafə 700 kilometrdir. Deməli, qarşı-qarşıyadır. Bunlardan biri 09:00-da yola çıxıb və 60 kilometr saatli sürəti, digəri 12:00-da yola çıxıb və sürət 70 km saatdır. Uşaqlar, deməli 12:00 kimi, bu yola çıxana kimi, 12:00 kimi hal-hazırda bu 3 saat yol gedir. Düzdürmü? 9:00-dan 12:00 kimi 3 vur 60, 180 km artıq bu gedib. Düzdür. 180 km bu getdikdən sonra artıq bu da hərəkətə başlayır. Nə edirik? Deməli, nə qədər məsafə qalıb orada? 700 çıxılsın 180. Niyə 180-ə çıxıram? Çünki artıq bu 3 saata 12:00 kimi 3 saat bu hərəkət edib. Burada bizim o qalıb 520 kilometr. Birinin sürəti 60, birinin sürəti 70 isə qarşı-qarşıya olduğuna görə indi eyni vaxtda artıq 12:00-dan İkisinin də yolda olduğuna görə sürətlərini toplaya bilərik. 60 üstə gəl 70, bu bizə verir 130 km saat. 520-ni bölürəm 130-a, bu da bizə verir 4. Yəni 4 nə deməkdir uşaqlar? Bu ikinci, bunlar 12:00-da, artıq bu burada olanda 12:00-dan bu da hərəkətə başladıqdan 4 saat sonra görüşdülər. Yəni 12:00-dan sonraki 4 saat, 12:00-ın üzərində 4 gələndə düzgün cavabımız testdə 16 bu şəkildə yaza bilərik. Daha sonra üçüncü, aralarındakı məsafə 555 km olan kişilərdən qarşı-qarşıya sürəti 60 olan avtomobil və sürəti 45 olan avtobus yola düşdü. Avtobusun 3 saat sonra hərəkətə başladı. Aha, yenə eyni qaydadır. Deməli, ara məsafə 555 kilometrdir. Sürəti 60 km/saat olan avtomobildir. Sürəti 45 km/saat olan isə avtobusdur və deyir avtobusdan 3 saat sonra yəni məsəl üçün avtobus 10:00-da yola çıxıbsa, məsəl üçün
Bu 13:00'da 3 saat sonra yola çıxıbdı, hərəkətə başladı. Onlar avtobus yola çıxdıqdan neçə saat sonra, avtobus yola çıxdıqdan neçə saat sonra görüşərlər. Deməli uşaqlar 13:00-a kimi 3 saatda bu hərəkət idi baxın. Ona görə nə edirik? Birinci 45-i vururuq 3-ə. Nəyə görə? Axı 135 kilometr. Axı bu hərəkət edənə kimi bu hələ 135 kilometr gedib. Artıq bu hər ikisi 13:00-da hərəkətə başladığına görə biz artıq burada bunların sürətlərini toplaya bilərik. 60 üstə gəl 45. Deməli 1 saata 105 kilometr saat hərəkət edəcəklər. 555-dən 135-ini birinci, daha doğrusu avtobus gedib. Geriyə nə qalır orada? 0, 2, 420 kilometr. 420 kilometri bölürəm 105-ə, bu da bizə verir 4 saat. Onlar avtobus yola çıxdıqdan deyir. Yəni biz hal-hazırda 13:00-dan sonraki 4 saat, 13:00-dan sonraki 4 saat, yəni 17:00-da bunlar buluşacaq. İndi burada cavabı seçəndə çox diqqətli olmaq lazımdır uşaqlar. Çünki çox vaxt uşaqlar elə 4-ü düzgün cavab götürür. Amma görün bizdən nə soruşur? Onlar avtobus yola çıxdıqdan neçə saat sonra, avtobus neçədə yola çıxıb? 10:00-da. Neçədə görüşdülər? 17:00-da. Neçə saat sonra? Cavab oldu 7. Düzgün cavab B variantı. İkinci testdə uşaqlar burada diqqətsizlik edir. Gəldik 4 aralarındakı məsafə 678 kilometr olan iki şəhərdən qarşı-qarşıya birincinin sürəti 66, ikincinin sürəti saatda 60 olan iki avtomaşın hərəkətə başladı. İkinci avtomobil 480 kilometr getdikdən sonra birinci ilə qarşılaşdı. Yəni şəkil çəkək, görək nə demək istəyir. Deməli, bu bizim 678 kilometrlik yolumuz. Deməli, birinin sürəti 66 kilometr saatdır, ikincinin sürəti 60 kilometr saat. Bir deyək. Deməli, deyir ki, ikinci avtomobil, bu birinci avtomobildir, bu ikinci. İkinci avtomobil 480 kilometr getdikdən sonra, yəni 1 saata 60 gedirsə, neçə saata 480 kilometr gedər? 480-i 60-a bölürəm, 8 saat sonra. Düzdürmü? Birinci ilə qarşılaşdı deyir. Birinci avtomobil ikincidən neçə saat sonra yola çıxmışdı. İndi deməli uşaqlar 480 kilometr getdikdən sonra bu bura qədər 480 kilometr gedib. Onda ikinci neçə kilometr gedib hesablayaq da 678-dən ya da burada yazıram. 678 çıxılsın 480. Niyə çıxırıq? Axı özü məsələ verib ki 480 ikinci gedib. Deməli onda birinci 198 kilometr gedib. Sürət neçə olubdu? 66, yəni 1 saat 66 kilometr gedirsə neçə saata 198, 198-i bölürəm 66-ya 3 saat. Deməli, bu 3 saat yolda olub, digəri isə 8 saat yolda olub. Bizdən nə soruşur? Birinci avtomobil ikincidən neçə saat sonra yola çıxmışdır? 3 saat, o da 8 saat. Aradakı fərq nə qədərdir? 8 çıx 3, yəni düzgün cavabımız olur 4-cü testdə. D variantı. Aralarındakı məsafə 570 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya birinin sürəti saatda 95 olan iki avtomobil hərəkətə başlayır. Onlar ilk dəfə görüşdükdən sonra yollarına davam edir. Qarşı şəhərə çatıb geri qayıdır. Hərəkətə başladıqdan neçə saat sonra onlar ikinci dəfə görüşər. Ən gözəli şəkil üzərində izah verməkdir. Mən şəkillə izahı sevirəm. Aralarındakı məsafə ümumi 570 kilometrdir. Yəni buradan bura qədər. 570 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya hər birinin sürəti. Deməli, bunun da sürəti 95 kilometr saatdır. Bunun da sürəti 95 kilometr saatdır. Onlar ilk dəfə görüşdükdən sonra qarşı-qarşıya hərəkət elədiklərinə görə biz nə edəcəyik? Bunları birinci toplamağa ixtiyarımız var. Çünki qarşı-qarşıya sürətlər toplanılır. Düzdürmü? 95 üstə gəl 95. Bu bizə verir 100
90. 190 kilometr saat. 570'i bölürəm 190'a olur 3 saat. Baxın, bax. Tam 3 saatda saatla başa saldım sizi. 10:00-da yola çıxıblar məsəl üçün. 3 saat sonra. Yəni 3 saata nə qədər yol gedəcək də bu yolun bura qədər gəlib. 13 birinci görüş baş tutub 3 saat sonra. Yəni 13:00. Düzdür? Deməli 13:00-da burada olublarsa 16:00 növbəti 3 saatda bunlar artıq bura çatacaq. 16:00-da bu birinci gəlib burada olacaq. Bax birinci gedəcək burada olacaq, ikinci bura. 16:00-da bunlar çatdı bura. Növbəti 3 saatda isə artıq gəlib, yəni 16:00-nun da üzərinə 3 əlavə etsəm 19:00-da onlar ikinci dəfə görüşəcəklər. Düzdürmü? Yəni hərəkətə neçədə başlayıblar? 10:00-da. İkinci görüş neçədə baş verdi? 19:00-da. Yəni neçə saat sonra? 9 saat sonra. Ya da ki, növbəti üsul nə ola bilərdi? Siz düşünərdiniz ki, bu bütöv yolu neçə saata gedir? 570'i bölürəm 95'ə. Deməli 6 saata gedirsə, sürət də eyni olduğuna görə, yəni bilməliydiniz ki, 3 saatda bura çatıb, 6 saatda bura, növbəti 3 saatda gəlib yenidən geri qayıdacaq 9 saat. Bu şəkildə də hesablaya bilərdiniz. Aralarındakı məsafə 600 olan hərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola çıxıb. Onlardan birinin biri 48 km saat sürətlə 288 gedirək ikinci ilə qarşılaşdı. Deməli, hesablasaq yenə və buradan bura qədər məsafəmiz 660 kilometrdir. Düzdürmü? Deyir ki, birinin sürəti 48 km saatdır və 288 gedib. 288. Onda ikinci neçə kilometr gedib? 660'dan çıxıram. 288'i yəni ikinci gedib 372 kilometr. Deyir ki, ikinci ilə qarşılaşdı. Düzdürmü? İndi biz düşünək ki, neçə saata gedib? 288'i 48 ilə neçə saata gedibdi? Bölürük 48'i 6 saata. Çünki eyni zamanda yola çıxıblar axı. 6 saata gedibsə, bu da 6 saata getməlidir. 372'ni bölürəm 6'ya ki, 372 kilometr 6 saata gedibsə, sürət neçədir? Sürət 62 kilometr böl saat. İkinci avtomobilin bizdən sürətini istəyir. Yəni C variantı. 7-ci testə baxırıq. Aralarındakı məsafə 640 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola çıxdı. Birincinin sürəti 50, ikincinin sürəti 30 olarsa, birinci avtomobil neçə saat getdikdən sonra ikinci ilə qarşılaşar. Eyni zamanda deyirsə, yenə 50 və 30'u topladıq. Qarşı-qarşıya olduğuna görə eyni zamanda hərəkətə başlayıblar. Sürətlər cəmi 80'dir. 640 kilometri getmək üçün də 640 bölünsün 80. Yəni 8 saat getdikdən sonra ikinci ilə qarşılaşar. Cavab olur A variantı. Nəyə görə? Eyni zamanda yola çıxıblar. Yəni tutaq ki, deyirəm də 10:00-da yola çıxıbsa hər ikisi 8 saat sonra, yəni 18:00-da, yəni birinci avtomobil neçə saat getdikdən sonra ikinci ilə qarşılaşar? 18:00. 8 saat sonra. Cavab A variantı. Daha sonra aralarındakı məsafə 489 kilometr olan, aralarındakı məsafə 489 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik yük avtomobili yola düşdü. Minik avtomobilinin yazaq sürəti 90 km saat, yük avtomobilinin sürəti 60 km saatdır. Neçə saat sonra avtomobillər arasında qalan məsafə 39 olacaq. Yəni gedilməyəcək. Bax bu şəkildə. Başa düşdünüz? Və burada 39 km arada məsafə qalsın. O zaman birinci ilk işim 489'dan 39'u çıxıram. Bu bizə verir 450 km. Qarşı-qarşıya olduğuna görə sürətləri toplaya bilərəm. 90 üstə gəl 60, 150 km saat. Yəni 1 saata birlikdə 150 gedirlərsə, neçə saata 450 gedərlər?
Biz də neyniyək? 450-ni bölək 150-yə düzgün cavab olacaq B variantı, yəni 3. 9-cu testə baxırıq. İki şəhərdən qarşı-qarşıya sürətləri 58 və 62 olan iki avtomaşın hərəkətə başladı. 4 saatdan sonra onlar arasında qalan məsafə 48 oldu. Yenə baxın bu şəkildə. Birincinin sürəti 58 km/saatdır. İkincinin sürəti 62 km/saatdır. 4 saat sonra ortada burada 48 km qalıb. Düzdürmü? Deməli, nə edirik? Bunun da 4 saata getdiyi yol taparıq. 4 vur 58. Bunun da 4 saata getdiyi yol taparıq. 4 62. 4 vur 58. 4 vur 62. Ya da ki, sürət qarşı-qarşıya olduğuna görə sürətləri toplayıb da 4-ə vura bilərik. Yəni, hər birində cavab eyni alınacaq. 58 vur 4, 200, oradan da 32, 232. 62 vur 4, 248. Deməli, 248, 232. Ya da ki, birlikdə, yenə deyirəm, bayaqki kimi, qarşı-qarşıya sürət olduğuna görə toplayıb 4-ə vura bilərsiniz. Yəni, birlikdə bunlar gedib 480 kilometr gedilər. İndi nə deyir? Şəhərlər arasındakı məsafə. Yəni, bu üçünü aldığımız cavablar toplaya bilərik. Yəni, 480-in də üzərinə ortada 48 var. Onu da əlavə etsək, cavab olacaq Y variantı 528. Və sonuncu 10-cu testimiz. İki yerdən qarşı-qarşıya eyni zamanda iki avtomobil yola düşdü. 8 saatdan sonra görüşdülər. Birinin sürəti 42, digərinin sürəti 48 olarsa, şəhərlər arasındakı məsafəni tapın. Bu daha ən asan oldu. 42 və 48-i toplayırıq. Vururuq 8-ə, yəni 90 vur 8. Bu da bizə verir 720 kilometr. Və ya tək-tək hesablaya bilərsiniz. 42 vur 8, 48 vur 8. Sonra isə aldığınız cavabları toplasaz, yenə də cavab olacaq 720 kilometr, yəni D variantı 10-cu testimiz. Uğurlar növbəti izahlarda görüşərik uşaqlar.